şəhid Səməndərin adına toplaşmışıq, onu xatırlayırıq. Yəni xatirələr çoxdur. Mən yəni ailə ilə gəldim, baş çəkdim, evində oldum. Həqiqətən gördüm ki, yəni bu cəsarət Səməndərə yəni birdən-birə belə gəlməyib də, bu qan məsələsidir, gen məsələsidir. Atası İlsaxan qardaş 1992-ci ildə Qarabağ müharibəsinin iştirakçısı olub. Elə həmin bölgədə o da vuruşub. Qismət taliyə gəldi ki, bir neçə il sonra oğlu getdi, atanın da yolunu davam etdi. Ata qazi oldu, oğul şəhid oldu, Allah rəhmət eləsin. Mən şəhid analarına yəni üzünü tuturam sizə. Başınızı dik tutun, ağlamayın. Sizlə çox söhbət eləmişəm, yəni çox dərdləşmişik və bugün də deyirəm ki, heç kəsə nəsib olmayan, yəni o ad şəhid anası sizə nəsib olub, sizin Allah Taala sizə nə qədər çox sevib ki, yəni şəhid anası adına o mükafat olaraq sizə verib. Oğlunuz ölmək bir şəhidlər ölmürlər, onlar cənnətdədirlər. Başınızı dik tutun, qürur duyun. Yəni başqalarının uşaqları türmədədir, həbsdədir, xoşa gəlməyən işlər görür, narkomanlıq edir. Amma baxın, sizin oğlunuz şəhid. Sən də şəhid anasısan. Siz də şəhid anasısınız. Allah rəhmət eləsin cəmi şəhidlərimizə, qazilərimizə, Allah can sağlığı etsin. Burada bax, mən döyüş bölgəsində, yəni Füzulidə 44 günlük müharibədə də iştirak elədim. Allah mənə 92-ci ildə iştirak eləmişdim. Yəni o zaman daxili qoşunlarda xidmət edirdim. 44 günlük müharibəni də Allah yəni mənə nəsib elədi orada gedib iştirak eləməyi və bunların yəni Səməndər Genel hərbi hissəsində oldum. O vaxt jurnalist buraxmırlar, heç kim buraxmırlar. Sadəcə mən 30 il o tədbirdə dediyim kimi bu bölgələrdə oldum, gedib gəldim, artıq komandirlər, yəni hərbiçilərin güvənini qazandım. Yəni bilirlər ki, mən nə lazımdırsa onu paylaşa bilərəm, artıq şeyləri paylaşmaram. Ona görə yəni bir qrup hərbiçi yoldaşlarla, komandirlərlə o bölgəyə getdik. Orada gördüm, yəni Füzuli uğrunda döyüş gedirdi. Söhbət elədik, Babu Samir bizim qazimiz, Allah can sağlığı versin. Orada ilə bərabər şəkillərimiz də var bizim. Səməndər irəliyirdi. Dedim, kim danışmaq istəyir? Səməndər çox cəsurluqla yəni gəldi, müsahibə verdi mənə. Mən sual verirəm, hardan gəlmişsin? Səryandan dedi, gəlmişəm. Bu dəfə sual verdim, qələbə dedim, mütləq qələbəyə inanırsınızmı? Əlbəttə dedim, bu dəfə qələbə olacaq, mütləq qələbə, zəfər qazanır. Əmin mi deyirsən, əminsənmi dedim. Çox ürəklə, əlbəttə dedi, öldü vardı, döndü yoxdur. Yəni, bəlkə də bunun son sözləri idi, bir mesaj idi. Öldü vardı, döndü yoxdur. Yəni, bəziləri qazi oldu, bəziləri şəhid oldu. Allahdan o şəhidlərə yenə rəhmət dilirəm. Çünki bu günləri işğal altında olan torpaqlarımız onların hesabına, yəni onların qanı hesabına azad oldu. Ali Başkomandanımız, yəni İlham Əliyevin əmri və onun döyüşçülərinin gücü ilə, Azərbaycan ordusunun gücü ilə işğal olunmuş torpaqlarımız azad edildi. Bugün hər kəs, bütün çıxışlarımda bunu deyirəm. Şuşa, cənnət vətənimiz olan Şuşaya gedir, Laçına gedir. Yəni gəzməli, görməli, gözəl yerlərimiz var. Orada gedirlər, şəkil çəkdirirlər və hər dəfə çıxışımda deyirəm ki, bax o, siz anlayın ki, bu, o şəkil çəkdirirsiniz. O elə belə boşuna alınmadı, o qazilərimizin hesabına, yəni o şəhidlərimizin qanı bahasına alındı. Ona görə də hər zaman biz şəhid ailələrinə hörmətlə yanaşmalıyıq, onlara qarşı biganə olanlara qarşı mübarizə aparmalıyıq, qazilərimizə qarşı, yəni biganə olanlara qarşı mübarizə aparmalıyıq. Qazilərimiz biraz emosionaldılar, onları da başa düşmək lazımdır. Çünki o müharibədə olmaq, o bir anı yaşamaq, o həmin insanlar bir gün o müharibədə olsalar, bir anı yaşasalar, bilərlər ki, hə, bu nə demək? Yəni, bir günün bəli stresini, orada müharibədə olanlar müharibəni bilirlər, başa düşürlər də nə deməkdir. Haqları da var bəzən, çünki o insan özünü onların yerinə qoyar. Sən əlində silah, evini, eşiyini at, vətən üçün mübarizə apar. Arxadakı bəzilər isə öz keyflərində olsunlar, deməyində, gülməyində və bugün qazilərimizin bir balaca emosionalına o saf səslərini qaldırsınlar. Başa düşmək lazımdır ki, biz hamımız onlara borçluyuq. Şuşamızın alınmasında, Laçınımızın, vətənimizin, işğal olunmuş torpaqların azad olunmasında biz onlara borçluyuq. Mən indi Səməndərin ruhu qarşısına baş əyirəm. Yəni, bugün o anı bir daha yaşadım. Şəhid anasıdır. Şəhid anasıdır, şəhid atasıdır.
hamınızın qarşısında baş əyirəm. Çox sağ olun. Yəni Çox başınızı sağ olun. dik tutun, fəxr edin, qürur duyulasıdır həqiqətən. Əlinizdən öpürəm yenə sizin şəhid anası, əlinizdən öpürəm. Allah sizə səbir versin. Sağ olun, sizlərə borcluyum. Sağ olun. Gələn əvvəl sağ olun. Çox sağ olun. Çox sağ olun. Əziyyət çəkdiniz. Bax, belə gəlir, sizin bu əməyinizi hər birimiz Hə, qiymətləndiririk. tədbirimiz yəni bizim Əskər Ailesi Cəmiyyətinin rəhbəri olduğum Əskər Ailesi Cəmiyyətinin təşəbbüsü ilə oldu. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin xətti ilə oldu və mən onlara da çox təşəkkürümü bildirirəm ki, yəni mənim bu layihəmi həyata keçirdilər, ona qiymət verdilər və bunun nəticəsində bu günləri gəldim, sizlərlə görüşdüm. Gözəl tədbir də keçdi, tədbirimiz də çox vətənpərvəri əhvallığı əslində keçdi. Hər kəsə, əməyi olan hər kəsə təşəkkür edirəm. Sağ olun. Ən önəmlisi odur ki, bax bu ailələrə, yəni müharibənin ağrısını, acılığını görmüş bu insanlara qarşı biz həmişə hörmətlə, sayğı ilə, qazilərimizə qarşı sayğı ilə, hörmətlə yanaşaq. Bu qədər sözüm. Yəni hər zaman bu devizlə yaşayıram ki, zəfər yaşadanlara qarşı. Yəni diqqətli olaq. Biz onlara borcluyuq. Ayaq gəzdiyimiz bu torpaq üçün, hər bir qarşı üçün o işğaldan azad olan illər uzun, yəni 30 yıl o düşmən tapdağı altında, ayaqları altında inildəyən o torpaqlarımız bu şəhidlərin qanı bahasına, bu qazilərin cəsurluq hesabına, qəhrəmanlıq hesabına azad edildi. Allah vətənimizə, dövlətimizə güc versin, qüvvət versin, Cənab-ı Hak başımızın üstündə dalğalanan o üst rəngli bayrağımızı hər zaman uzatsın. Allah şəhidlərimizə rəhmət Allah kömək Amin. göz olsun. Gəldiyinizə görə təşəkkür edirik. İnşallah müəllimlərimizin Şəhid Əmrahın sayəsində, anasıdır. elimizin, xalqımızın, cəmaatımızın sayəmizdə, bir də sizin sayənizdə 8 noyabrda inşallah tədbirimiz Çalışaram bu tədbiri İnşallah. davam elətdirəm. Davam Hə. İnşallah. Təşəkkür edirik. Hamımıza, heç cəmaatımıza, Cəmaatımızdan razı olun. Sağ müəllimlərimizə. olsunlar müəllimlərimiz, təşkilatçılarımız, Əli müəllim, Sağ olsun, sağ olsun. məktəbimizin direktoru, Sağ olsun. müəllimlərim, hamısı sağ olsun, müəllim sağ olsun. Allah kömək olsun. Başda Sağ olsun. Elmin müəllimlə, Əli müəllimin çox əziyyəti var. Allah kömək olsun. Təşəbbüsdə Sağ olsun. yenə davamiyyətli olsun inşallah. Mənim əlim bir adı zəhmət çəkir, əhrəci gördük. Çox, mən sizə təşəkkür edirəm. Təhsil verdiniz, Çox şagirdlərinizə gözəl bərək hazırlamışdınız. Allah. Belə tədbirləri Bərəkət. çox tez-tez keçirmək lazımdır ki, bax uşaqlar o ruhda böyüsün. Hər bir uşağın içində var. Sadəcə olaraq mən çox yerlərdə, çox məktəblərdə oluram. Baxıram, bir qığılcım var. Onu sadəcə qaldırmaq lazım, düzəltmək lazım. Sizdəki bizim vəzifə lazım. Bilirsiniz necə? Ona Yəni təsir tələsin edir. əlində bir dənə telefon var. Başqa bu uşaqlar telefondan başqa işlə bilmirlər. Deyək ki, məsələn, televiziyalarda yox belə bir proqram. Nə var yenə, harada belə görüşlər tez-tez olsa, tez-tez məktəbdən başlayır, vətənpərvəri evdə, ailədən başlayır, məktəbdən başlayır. Yəni bu kimi tədbirlərin çox olmasını mən istəyərdim Birinci məktəblərdə. dəfədir biz belə bir tədbir keçirmişik. Çox sağ olun. Çalışacağım Allah da yenə də razı bu olsun. tədbirlər Məktəbimizin davam kollektivindən Hə. Allah razı olsun. Mən təşəkkür edirəm. Hər şey üçün Cəmaatımızdan. müəllim sizə, məktəbin direktoruna, sizə mən Sağ olsun. təşəkkür edirəm proqramın hazırlanmasında. Sağ Yəni olsun. çox gözəl hazırladı, çox vətənpərvəri, əhvallı qiyasıyla keçdi. Bir daha təşəkkür edirəm. Sağ olun. Gənclər Şurman regionalının rəhbəri də sağ olsun. Sağ olsun. Məktəb direktorunun rəhbəri sağ Əziyyət olsun. çəkib gəlmişsiniz sizə. Siz də sağ olun ki, Bizim borcumuz siz var. əziyyət çəkib gəlmişsiniz, zəhmət sualını deyir. Borcumuz, Siz olmasaydınız, gəlmirsiniz. Bu veriliş də boş. borcumuz yəni. O mənim içimdən elə bir ki, bir rahatlıq oldu. İçində o da mənim vətəndaşlıq borcumdur. Bunu etməyə, məsələn, şəhəri tanıtmaq, yad etməyi ailəsinə, sadəcə ailəyə Ailə bir damcıq olsa, ovundurdunuz. Evet.
ki, hə.